Salam, xoş gördük hər birinizi. Bugün üslubiyyət mövzusuna baxacağıq. Bilirik ki, 11-ci siniflərin buraxılış imtahanında mütləq üslublar haqqında sual olur. Üslubların fərqli cəhətləri və yaxud oxşar cəhətlərindən mütləq sual düşür. Ona görə bugün biz üslublara birlikdə baxacağıq. Deməli, üslubiyyət nədir? Üslubiyyət bir Azərbaycan dili terminidir. Hər hansı bir dilin üslublarını, üslubi imkanlarını öyrənən dilçilik bölməsidir. Üslubiyyatın əsas vahidi isə üslubdur. Deməli, üslubiyyatın əsas vahidi nə oldu? Üslub oldu. Sual düşə bilər ki, üslubiyyat geniş anlayışdır, yoxsa üslub? Təbii ki, üslub. Bilirik ki, üslub digər sahələrdə də var. Məsələn, incəsənətin növlərində heykəltaraşın öz üslubu var, bir rəssamın öz üslubu var, eyni zamanda bir müəllimin də öz üslubu var, dərs keçmə üslubu var. Ona görə üslub daha geniş anlayışdır. Azərbaycan dilində isə üslub nədir? Azərbaycan dilində üslub dil vasitələrinə məqsədyönlü istifadə üsuludur. Nədir? Dil vasitələrinə məqsədyönlü istifadə üsulu. Və dil vasitələrindən məqsədyönlü istifadə iki formada özünü göstərir. Ümumi şəkildə, birinci, ümumi şəkildə, bir də xüsusi şəkildə. Bir ümumi şəkildə, bir də xüsusi şəkildə. Ümumi şəkildə əks etdirəndə burada funksional üslublar meydana gəlir. Funksional üslublar. Xüsusi şəkildə olanda isə burada meydana gəlir fərdi üslub. Fərdi üslub. Funksional üslublar sayı bunların 5-dir. İndi funksional üslublara baxaq. Funksional üslublar. Deməli, birinci gəlir bədii üslub. Bədii üslub. Sonra gəlir elmi üslub. Məişət üslubu. Publisistik üslub. Üslub və nəhayət rəsmi, işgüzar, üslub. Testdə düşə bilər ki, məsələn, bədii üslubla elmi üslubun Eyler-Venn diaqramı verir və oxşar xüsusiyyəti nələrdir? Yadda saxlayaq ki, bütün bu üslubların hamısının oxşar xüsusiyyəti, yəni 5-inin də oxşar xüsusiyyəti ondan ibarətdir ki, testdə düşəndə birinci, bunların hamısı deməli birlikdə funksional üslubdur. Testə düşəndə yazırıq. Hamısı deməli funksional üslubdur. Birinci belə yaza bilərik. Funksional üslubdur. Və bir də ikinci oxşar cəhəti ədəbi dili təşkil edirlər. Ədəbi dili təşkil edirlər. Deməli, testdə sual düşəndə ki, bədii üslubla elmi üslubun oxşar cəhəti nədir? Elmi ilə publisistikin, rəsmi işgüzarla məişətin hamısının ortaq cəhəti odur ki, 5-i də yəni funksional üslubdur və hamısı, yəni ikisinin, üçün bir-birinə müqayisə eləyəndə 5-in. Bilirik ki, hamısı da ədəbi dili təşkil edirlər. Bu, bunların oxşar cəhəti. Təbii ki, bunların fərqli cəhətləri də var və oxşar cəhətlərindən biri də odur ki, bunlar 5-i də ədəbi dilin bütün normalarına, qoy onu da qeyd eləyək. Deməli, ədəbi dilin normalarına tabe olur. Yəni, ədəbi dilin hansı normalары var idi? Fonetik, leksik və qrammatik. Mən biraz tez-tez yazıram ki, daha çox izah verə bilim, vaxt getməsin.
Deməli, funksional üslubların oxşar cəhətləri nə oldu? Hamısı, deməli, bu 5-i də, bədii də, elmi də, məişət də, publisistik də, rəsm işgüzar da hamısı funksional üslubdur. Bunlar hamısı ədəbi dili təşkil edirlər və hamısı ədəbi dilin normalarına tabi olurlar. Bax, yadda saxlayaq ki, fərdi üslub funksional üsluba daxil deyil, amma fərdi üslubda fonetik, leksik, qrammatik normalara tabi olur. Amma fərdi üslubda ədəbi dili təşkil etmək yoxdur məsələn. Amma ədəbi dilin normalarına tabi olmaq fərdi üslubda da var. Və hər bir üslubun özünə məxsus xüsusiyyətləri var. İndi onları bir-bir izahını verəcəm. Məsələn, birinci başlayaq bədii üslubdan və onu da qeyd edeyim ki, bu üslublar mövzusu hər üslubdan 3 xüsusiyyət yazsaz mətn testlərində 11-ci sinifdə sizə bəs eləyir. Ona görə də mən hər üslub haqqında 3 xüsusiyyət yazacağım ki, siz onun mətn testində yazasınız. İndi bədii üslubun xüsusiyyətini yazaq. Bədii üslub. Mətn testində düşüb bədii üslubun xüsusiyyəti. Yəni orada çoxlu söz yazmağa, cümlə yazmağa ehtiyac yoxdur. Bədii üslubun 3 xüsusiyyətini yazırıq. Birinci yaza bilərik ki, xalq danışıq dilinə yaxındır. Xalq danışıq dilinə yaxındır. İkinci, bilirik ki, bədii üslub obrazlı, emosional nitq formasıdır. Bunu da yaza bilərik. Burada məcazilik olur, bədii təsir ifadə vasitələrindən istifadə olunur. Deməli, birinci, xalq danışıq dilinə yaxındır. Sonra yaza bilərik ki, obrazlı nitq formasıdır. Obrazlı və yaxud belə yaza bilər. Obrazlılıq, məcazilik, əsasdır. Üçüncü də yaza bilərik. Nəzim, nəsir, dramaturgiya dili. Deməli, bu 3 xüsusiyyəti mətn testində yazsaz, sizə tam bal gələcək. Bədii üslubun xüsusiyyəti qeyd olunur orada. Yazırıq ki, xalq danışıq dilinə yaxındır. Obrazlılıq, məcazilik, əsasdır, nəzm, nəsir, dramaturgiya dili. Yəni, bunu yazsaq bəs eləyir. İkinci keçək, elmi üslubun xüsusiyyətləri. Elmi üslub. Elmi üslubunda yenə 3 xüsusiyyətini yazsaq bəs eləyir. Birinci yazırıq ki, elmi üslubda nə əsasdır? Ardıcıllıq, dəqiqlik, termin sıxlığı, sonra ikinci xüsusiyyət kimi yazırıq ki, beynəlmiləl terminlər üstünlük təşkil edir. Beynəlmiləl terminlər üstünlük təşkil edir. Üçüncü də yaza bilərik ki, deməli, elmi üslubda daha çox nədən istifadə olunur? Deməli, düsturlardan, diaqramlardan, cədvəllərdən istifadə. Başqa da məsələn yaza bilərik ki, mürəkkəb cümlələr, modallıq bildirən söz və ifadələrin işlədilməsi. Yəni bunu da yaza bilərik. Əsas bax, yenə mətn dilində bu 3 xüsusiyyəti yazsaq, bəs edir yəni. Sonra elmi üslub, sonra yazaq üçüncü publisistik üslubun xüsusiyyəti. Publisistik üslub. Publisistik üslubda, bax, burada bir incə məqam var. Bayaq yazdıq ki, xalq danışıq dilinə yaxındır. Bax, burada xalq danışıq sözü bədii üslubun xüsusiyyətidir.
Amma publisistik üslubda isə orada da yenə danışıq sözü olacaq, amma biraz fərqli formada. Deməli, publisistik üslubda bilirik ki, bu ən ictimai üslubdur. Burada əsas kütləvi anlaşıqlılıq əsasdır. Burada mücərrəd obrazlıq, ağır terminologiya, bax bunlar yoxdur. Bax buna diqqət etmək lazımdır. Ümumiyyətlə publisistik üslubun xüsusiyyətləri çoxdur. Burada təsviri şərh var, analitik şərh var. Amma burada deməli bax diqqət edək. Xalq bədii üslubda xalq danışıq dilinə yaxındır, amma publisistik üslubda olacaq xalq dilinə yaxınlıq. Xalq dilinə yaxınlıq. Bax, incə bir məqam fərq var. Xalq dilinə yaxınlıq. Xalq dilinə yaxınlıq isə publisistik üslubun xüsusiyyətidir. Sonra, deməli, ikinci yaza bilərik. Kütləvi anlaşıqlılıq. Kütləvi anlaşıqlılıq. Təsirlilik. Aydınlıq. Aha, üçüncü nə yaza bilərik? Ən ictimai üslubdur. Ən ictimai üslubdur. Yəni bu bilirik ki, yəni ən ictimai mətbuat, televiziya, yəni bunlar hamısı publisistik üslubun xüsusiyyətidir və o da yəni ictimaiyyətə təqdim olunur. Ona görə də ictimai üslubdur publisistik üslub. Publisistik üslubun xüsusiyyətləri bildiyimiz kimi çoxdur, amma yəni bizə əsas lazım olan mətn testlərində bu üç xüsusiyyət yazsaq bəs elə. Xalq dilinə yaxınlıq, kütləvi anlaşıqlıq, təsirlik, aydınlıq və ən ictimai üslubdur. Deməli, 3 dənə üslubun bədii üslub, elmi üslub və publisistik üslubun xüsusiyyətlərini qeyd etdik. Məişət üslubuna keçək və bir də rəsmi işgüzara. Məişət üslubu bildiyimiz kimi bütün üslub nümayəndələri məişət üslubunda birləşirlər. Məişət üslubu. Məişət üslubunun da deməli 3 dənə xüsusiyyətini qeyd etməliyik. Məişət üslubunda əsas nədir? Burada dialoji nitq əsasdır. Yəni dialoq. Salam necəsən? Çox sağ ol. Sən necəsən? Bax bu dialoji nitq hesab olunur. Dialoji nitq əsasdır məişət üslubunda. Burada nə var? Burada təbiilik var. Təbiilik, sərbəstlik. Yadda saxlayaq ki, ən kütləvi üslubdur. Publisistik üslubda kütləvi anlaşıqlılıq sözü var. Ən kütləvi üslub desək, təbii ki, məişət üslubudur. Məişət üslubu təbii danışıq dilidir və eyni zamanda bu loru nitq deyil ha. Yadda saxlayaq. Burada yəni loru danışmaq olmaz. Bu təmtəraqlı nitqlə loru dilin keçidində müəyyənləşir. Deməli, dialoji nitq, təbiilik, sərbəstlik, eyni zamanda başqa nə yaza bilərik məişət üslubunun xüsusiyyətlərinə? Bir də onu qeyd edeyim ki, ən kütləvi, ən aparıcıdır ha. Eyni zamanda məişət üslubu ən kütləvidir və ən aparıcı hesab olunur. Burada əsas təbiilik və sərbəstlikdir. Dialekt üstü eyni zamanda, yəni bir də üçüncü yaza bilərik. Dialekt üstü nitq formasıdır. 3 xüsusiyyəti bizə bəsdir. Sonra gəlir rəsmi işgüzar. Rəsmi işgüzar üslub. Aha, rəsmi işgüzar üslub deməli rəsmi işgüzar üslubun xüsusiyyətləri ilk növbədə yaza bilərik ki, burada bax fərdilik olmur qətiyyəni. Bax bunu ilk növbədə yadda saxlayaq ki, burada fərdilik olmur. Birinci. Fərdilik olmur. Aha, ikinci yaza bilərik. Rəsmi işgüzar barədə lüğət tərkibi yığacam. Lüğət tərkibi
yığcam. Sintaksisi məhdud. Sintaksisi məhdud. Normallığı möhkəmdir. Bunu da yaza bilərik. Elə ikisi də bəs eləyir. Lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Üçüncü bir xüsusiyyət nə yaza bilərik? Burada ümumiyyətlə dialektlərdən istifadə olunmur. Artıq sözlər, obrazlı ifadələr olunur və burada əsas fikrin bir mənalığıdır. Fikrin bir məna. Burada fikrin bir mənalığı, hüquqi əsaslığı. Aha, 3 dənə xüsusiyyət yazsaq, yenə mətn testinə düşəndə bizə bəs eləyir. Deməli, rəsmi müşkəl üslubda fərdilik olmur. Lüğət tərkibi yığcam, sintaksisi məhdud, normallığı möhkəmdir. Fikrin bir mənalığı, hüquqi əsaslığı, belə yazaq ki, hüquqi əsaslığı vacibdir yazaq ki, cümlə düzgün olsun. Vacibdir. Aha, deməli, funksional üslublar, əsas bu 5 dənə üslub düşür. Bədii, məişət, publisistik, rəsmi müşküzar, elmi. Hamısının oxşar cəhəti odur ki, hamısı funksionaldır, hamısı ədəbi dili təşkil edir, hamısı Azərbaycan dilinin fonetik, leksik və qrammatik normalarına tabi olur. Ayrı-ayrı xüsusiyyətlərində qeyd etdim ki, yəni hər üslub haqqında 2-3 xüsusiyyəti bilsəz, mətn testləri üçün bu sizə bəsdir. Bu qədər. Yeni dərslərdə görüşənədək kanala abunə olmağı və şərh yazmağı unutmayın.